Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, qrupda paylaşılan bəzi sualların izahını sizə hissə-hissə verəcəm. Yəni, çox verməyəcəm də burada. Yəni, suallar çoxdur, açığı. Hər videoda 10 dənə sualın izahını verəcəm. Və eyni zamanda bizim onlayn dərslərimiz başlayıb. Yəni, dərsə qoşulmaq istəyən müəllimlər bizimlə əlaqə saxlaya bilər. Dərslər yüksək səviyyədə təşkil olunur. Deməli, həftə sonu sınaq imtahanlar keçirilir, ödənişsiz. Həftədə 3 dəfə də dərslər keçirilir. Deməli, onlayn formada. Hər dərs müddəti də 1 saat yarım təşkil olunur. Dərslərə qoşulmaq istəyən müəllimlər bizimlə əlaqə saxlaya bilər. Vaxt itirmədən sualların izahına başlayaq. Deməli, 10 dənə sualın izahını verəcəm burada inşallah. Birinci sual belədir. Çəkiləri nəzərə alınmayan bloklarla qurulan şəkildəki sistem qüvvədə neçə dəfə qazanc verir? Deməli, biz burada baxırıq. Sistemin qüvvədə qazancı burada yadda saxlamaq lazımdır. Sistemin qazancı deyəndə burada blokla mail müstəvi var. Yəni, K blok vur K mail müstəvi. Burada 2 dənə blok olduğuna görə tərpənən blok. Bu 2 dəfə hərəsi 2 dəfə qazanc verir. Deməli, blokun ikisi 4 dəfə qazanc verir. Yazacağım, bax, blokun yerinə 4 yazacağım. Vur. Mail müstəvinin qazancı isə L böl H-dır. Yəni, 12H böl 4H. Bu da verir bizə 3. Bu da cəmi olacaq, deməli, 12. C variantı. Burada deməli, 2 eyni çubuq şəkildəki kimi K və L dayaqlarının üzərinə qoyulduğu zaman dayaqların reaksiya qüvvələri NK və NL olur. Buna əsasən NK böl NL nisbətini tapın. 2 eyni çubuq. Deməli, burada çubuğun ağırlığını çəkirik tən ortadan. Bax, buradakı çubuğun ağırlığın, buna deyirəm, hər çubuğu biz 2 eyni çubuq dediyinə görə hər çubuğun ağırlığını P qəbul eləsə, bu olacaq 4 dənə P. Buradakı da olacaq 4 dənə P. Və dayağın reaksiya qüvvəsi dayağa perpendikulyardır. NK, bu da olacaq NL. İstədiyimiz nöqtəyə görə moment ala bilərik də. Mən bu nöqtəyə görə alıram. Bax, bu nöqtəyə görə. Bu nöqtəyə görə alsam. Deməli, burada görürüm ki, 4P bunu saat, yəni burada 4P-nin momenti NL-in momentinə bərabərdir. Deməli, NL-in momenti nə olacaq? Qüvvə vur qol. Yəni 2 bərabərdir. 4P-nin də momenti olacaq 1. 4P-ni 1-ə vururam. Onda NL eləcək 2 dənə P. Bunu tapdım. İndi biz bilirik ki, yuxarı çəkən qüvvə aşağı çəkən qüvvəyə bərabərdir. Yəni NK plus NL bərabərdir 8 dənə P. Və buradan K-nı tapsam, eləcək 4 dənə P, 6 dənə P. 8P-dən 2P, 6P. Bizdən də burada soruşur K-nın L olan nisbəti. Bu da eləcək 3. D variantı. Sonra 3-cü sualda deyir ki, çəkisi nəzərə alınmayan, deməli, çəkisi nəzərə alınmayan çubuğa təsir edən qüvvələrin təsiri nəticəsində çubuğun hərəkət istiqamətini və yekun momentini tapın. Bu F1 bunu saat əqrəbinin əksinə fırlatmaq istəyəcək. M1. Bu F2-nin momenti olacaq. M2. Bu F3 bunu fırlatmır. Çünki bunun təsir xətti fırlanma nöqtəsindən keçir. İndi baxaq. Deməli, M1-in momenti olacaq. 5F-i vururam 1-ə. Qol 1 bölgüdür. Deməli, M2-nin momenti olacaq. 2F-i vururam. Bu 2 bölgüdür də qolu. Eləcə 4F. Deməli, yekun moment nə olacaq? 5F-dən 4F çıxdım da. Yəni, F vur D-dir də bu. D. Belə deyək. Bu da olacaq 2D də, belə deyək.
Ha, 4F-dir. Bu da olacaq 5F-dir. Buna yekun moment olacaq. Yekun moment olacaq F-dir. Və deməli 5F istiqamətdə. Çünki bu F1-in momenti böyük olduğuna görə bunu saat əqrəbinin əksinə fırladacaq. Yəni Y variantı. Baxaq buna. Dördüncü suala. Deməli, dördüncü sualda deyir ki, çəkiləri nəzərə alınmayan bloklar və mail müstəvi ilə qurulan sistem tarazlıqdadır. H böl L verilib, bizdən P1 böl P2-ni soruşur. Burada, bax, bu P1-in mail müstəviyə toplananı olacaq P sinus alfa. Sinus da H-ın L olan nisbətidir. Mən rahat olsun deyə bu ifadəyə bir dənə Y desəm, bu olacaq Y. Eynidir, bu da olacaq Y, bu da olacaq Y, bu da olacaq Y. İndi bu bloku yuxarı 2Y də artırsa, aşağı da 2Y də artır. Onda nə olacaq? Bax, bu cisimi yuxarı Y də artır, bizə də 2Y. Deməli, 3Y bərabərdir P2-yə. Axı biz Y-in yerinə P1 H böl L yazdıq. Olacaq 3 vır P1 vır H böl L bərabərdir P2-yə. Buradan da deməli H böl L 2-də 5-dir də. 5-də 2 olacaq 3 P1 vur 2 böl 5 bərabərdir P2. Və buradan P1 böl P2 nisbətini mən tapa bilərəm. P1 böl P2 nisbəti neçə olacaq? Deməli olacaq 5 böl 6. Şu. Cavab C variantı. Baxaq 8-ə. Çəkisi 6P olan bir cins çubuq. Deməli düz ortasından onun çəkisini çəkirəm. 6P. Və bu T-nin də 2 dənə proyeksiyası var da. Biri deməli X, biri də Y. Deməli, X moment yaratmır. Çünki bax, buradan keçir. Fırlanma nöqtəsindən. Bu olacaq T vır sinus 53. Yəni 0,8. Deməli, 6P bunu saat əqrəbi istiqamətində fırladır. Buna deyirəm M1. 3P bunu saat əqrəbi istiqamətində fırladır. Buna deyirəm M2. Bax, bu isə bunu saat əqrəbi əksinə fırladır. Buna deyirəm M3. Yazacağım M1 üstə gəl M2 bərabər M3. M1-in momenti 6P var. Qolu da 2 bölgüdür. Dayaq nöqtəsinə qədər olan məsafə. Plus M2 3P var. 1, 2, 3, 4. Bu da olacaq 0,8T. Bunun da qolu olacaq 3. Yazıram bura. Deməli 12P, o da 12P. 24P. Deməli bərabərdir 2,4 T-yə. T də bərabər tapdım 10 dənə P. Cavab D variantı. Sonra baxaq deməli növbəti suala 8-ə. Yenə də çəkisi 6P olan K cisimi ilə çəkisi P olan L cisimi şəkildəki kimi tarazıdadır. Deməli, çəkisi P olan L cisimi. Bunun çəkisi L-dir, P-dir. Bu da olacaq P, eynidir də. P. İndi baxaq. Deməli, çəkisi 6P olan K cisimi. 6P-nin sinus da H-ın L olan nisbəti. Yəni, H-ın L olan nisbəti. Bu da eləcə elə 2P eləyəcək də. Bunu birbaşa yazıram. Deməli, bu da olacaq 2P. Bu da olacaq 2P. İndi baxaq burada. X cisiminin çəkisini soruşur bizdən. X cisiminin çəkisi, yəni düz ortaya tətbiq olunur Px. Burada da momentlər qaydasını yazıram. Yəni, nə yazıram? Yazıram ki, bax, 2P bunu bu tərəfə fırlatmaq istəyəcək. Yəni, bax, belə deyək də. 2P bunu bu tərəfə fırlatmaq istəyəcək. Buna deyirəm M1. Bu P bunu bu tərəfə fırlatmaq istəyəcək. Bu oldu M2. Aha, bu da bunu bu tərəfə fırlatmaq istəyəcək. Buna da deyirəm M3. Saat əqrəbi istiqamətində olanlar hansılardır? M2 üstə gəl M3 bərabərdir M1.
M2'nin momenti P var. Qolu bax buradan bura qədər olan məsafədir. 1. Yəni yazmıram onu. Plus M3 Px var 1. Elə Px bərabərdir. M1'in momenti 2P var 1. 2P var 3. Yəni bura 6. 6P. Все. Px-dən olacaq 5 dənə P. Cavab D variantı. Sonra baxaq buna. Doqquzuncu suala. Yenə deyək, şəkildəki link ilə X cisimli çəkiləri eynidir. Link ilə X cisimli çəkisi. Deməli, buna desəm P, bu da olacaq P. İndi biz bilirik ki, P'nin sinus alfası var da, yəni H bölü L. Olacaq P var H bölü L. Bu da olacaq P var H bölü L. Bu da eyni şey olacaq. Laf buna bir Y deyirəm ki, rahat olsun mən üçün. Bu da olacaq Y, bu da olacaq Y. İndi bunu yuxarı dartan 2Y-dir də. Bu nöqtəyə görə moment alacaq. 2Y-i vururam 3-ə. Bərabərdir. P-ni də vururam. Bax, buradan bura qədər olan məsafə. 1 üstə gəl. 1,5 eləyəcək də. 2. İndi burada Y-in yerinə mən nə yazacağım? P H böl L vur 3 bərabərdir. P elə 1,5'i 3 böl 2 yazaram da. Bu 3 ilə 3 getdi burada. P ilə P getdi. Aha, onda H böl L nə olacaq? H böl L olacaq 4'də 1. Y variantı. Sonra baxaq burada. Deməli 7-ci suala. Çəkisi X olan cisim F qüvvəsinin təsiri ilə şəkildəki kimi tarazdadır. Hər bir blokun çəkisi P-dir. Hər bir blokun çəkisi P-dirsə, bu olacaq P. Bax, bu olacaq P. Bu da olacaq P. İndi F-dirsə, bax, bu da olacaq F. İndi burada bir dənə diqqət. Yuxarı çəkən 2 dənə F-dirsə, məsələdə bizə deyir ki, F qüvvəsi blokun çəkisinin 2 qatıdır. Yəni, bu olacaq 2 dənə P. Onda bu da olacaq 2 dənə P də. İndi biz bilirik ki, bax, bu bloku yuxarı 4 dənə P dartırsa, aşağı da 4 dənə P dartmalıdır. Onda bu ipdəki gərilmə bilirsən nə olacaq? Bax, buradakı gərilmə. Bax, buradakı gərilmə olacaq. Deməli, 3 dənə P. Yuxarı çəkən aşağı çəkənə bərabərdir. İndi bax, bu 2P-dirsə, bax, bu da olacaq 2P. İndi baxaq. Bax, bu bloku yuxarı aşağı dartan 2, 5 dənə P-dirsə, bu da olacaq 5 dənə P. Gördün, eyni ipdir. Bax, bu eyni ipdə gərilmə eyni olur. Bu da olacaq 5 dənə P. Qəşəng sualdır. İndi bax, bu iplərə baxaq. Aşağı X çəkir. Amma yuxarı bax, X nəyə bərabərdir? 5P plus 2P plus 3P. 10P eləyəcək də. 10 dənə P. İndi bizə də deyir ki, P bölü X-i tap. Onda P bölü X nə olacaq? 10'da 1. Cavab A variantı. Baxaq burada 6-cı suala. Hər birinin çəkisi P olan blok. Hər birinin çəkisi P-dirsə, bu oldu P. Bu oldu P. Bu da oldu P. İndi baxaq. Bax, bu 3P-dirsə, bax, bu 3P-dirsə, eyni ipdə, bax, bu da olacaq 3 dənə P. İndi baxaq. Bax, bunu yuxarı dartan 3P-dir. Aşağı dartan da 3P olmalıdır. Onda belə çıxır ki, bu da P-dir. Bu da P-dir. İndi bu P-dirsə, eyni ipdir. Bu da olacaq P. Görürsən? İndi nə edəcəm mən? Düz blokun ortasından xətt çəkəcəm. Yuxarı çəkir bir dənə P, bir dənə P, bir dənə P. İplərə baxmaq lazımdır. Deməli, 3 dənə P bərabərdir P plus X. Onda X bərabər 2 dənə P. Bu da olacaq D variantı. Və ən nəhayət axırıncı suala baxırıq.
Axırıncı suala. Deməli 13-cü suala. Deməli O nöqtəsi ətrafında dönə bilən hər bir bölməsinin çəkisi P olan bircins çubuq şəkildəki kimi divara bağlanmışdır. Buna əsasən ipdəki T gərilmə qüvvəsi neçə P olar? Hər bir bölməsi P-dirsə, onda 4 dənə bölmədirsə, bu olacaq 4 dənə P. 4 dənə P. Onda bu da 2 bölmədirsə, bu da olacaq 2 dənə P. Bax, bu nöqtəyə görə moment alsaq, fikir verək diqqətlə. Bax, 4P bunu bu tərəfə fırladır. Buna deyirəm M1. Bu da bunu bu tərəfə fırladır. Buna deyirəm M2. T isə bunu bu tərəfə fırladır. Bax, diqqətlə fikir verin. M3. Всё. Yazıram M1 plus M2 bərabər M3-ə. Yəni, saat əqrəb istiqamətində fırladanlar, saat əqrəb əksinə fırladanlara bərabər. M1-in momenti nə olacaq? 4 dənə P var. Qolu budur. 2 plus M2-nin 2P. 2P-nin qolu nədir? 4 bərabər. M3 də T-dir. T-nin qolu nədir? Qol nə deyilir? Fırlanma nöqtəsindən qüvvənin təsir xəttinə endirilən perpendikulyar. Həmin bu perpendikulyarın uzunluğu da bax burada verilib də bizə. 2. 2 damadır. Всё. Deməli 8P üstəgəl 8P bərabər 2 dənə T. Onda 2T bərabərdir 16 dənə P və buradan T-ni tapacağım 8 dənə P. Deməli cavab bizə D variantı. Diqqətinizə görə sağ olun.